اللهم صل على محمد وآل محمد. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد والصلاة لله رب العالمين والعاقبة للتقوى واليقين، والصلاة والسلام على أشرف الأنبياء والمرسلين حبيبنا وحبيب إله العالمين أبي القاسم محمد صلى الله عليه وآله وسلم وعلى أهل بيته الطيبين الطاهرين المعصومين، ولعنة الله على أعدائهم أجمعين من الآن إلى يوم الدين. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. صدق الله العلي العظيم. عباد الله، أوصيكم ونفسي بتقوى الله. Əziz möhtərəm müminlər, bu əzəmətli Qurban Bayramı günündə, cümə günündə hər birinizi və özümü ilahi təqvaya riayət eləməyə dəvət edirəm. Allah mütəal bizləri təqvalı yaşamaqda müvəffəq eləsin inşallah. İslamın, müsəlmanların, tohidin ən əzəmətli bayramlarından biri olan Qurban Bayramıdır. Hər birinizi təbrik edirəm bu münasibətlə. Bu Qurban Bayramı bütün İslam ümmətinə xeyir, bərəkət gətirsin inşallah. Xalqımıza öz bərəkətini nazil eləsin inşallah. Allah bu günlərdə müqəddəs Minada qurban kəsənlərin qurbanlarını qəbul eləsin və bu bayramlıq hər birimizə, bütün arzusunda olanlara gələn il bir yerdə cəm şəkildə qurbanlarımızı Minada Həzrət İbrahimin sünnəsini yerinə yetirərək qurban kəsməyi bizlərə nəsib eləsin inşallah. Çox vaxtınızı tutmayın. Bu günləri həm də cümə günüdür, cümə namazı da qılınacaq. Qurban Bayramı ən əzəmətli bir günlərdəndir İslam tarixində. Allahın bəndələrinə bəxş elədiyi bəndəçilik günüdür, təslimiyyət günüdür, fədakarlıq günüdür Qurban Bayramı. Qurban kəlməsi qurbu kəlməsindəndir, yəni yaxın olmaq, Allaha yaxınlaşmaqdır. Lüğət alimləri bunun barəsində yazıblar. Qurban ma yuqsadu bihil qurb min rəhmətillah min əmalil bir. Qurban yəni gözəl əməllərlə Allaha yaxınlaşmaq deməkdir, mənası. Həzrət Əmr əleyhissalamdan da hədis, Qurban Bayramında qurban kəsməyin barəsində Həzrət buyurur, əgər insanlar qurban kəsməyin fəzilətin dərk edib, başa düşsəydilər, o zaman imkanları olmadığı təqdirdə hətta borc alıb qurban kəsərdilər. Yəni, insanlar elçək biləydilər ki, qurban kəsmək nə əzəmətli bir işdir. Bugünkü gündə Həzrət İbrahimin o gətirdiyi Allah hökmünü icra eləmək, onu yaşatmaq nə əzəmətli bir işdir. Həzrət təkidlə buyurdu, qurbanın ilk qanı yerə düşərkən, heyvanın ki boğazını zıb elədik, o birinci damcı qanı ki yerə düşdü, Allah mütəal qurban sahibinin bütün günahlarını bağışlayır. Gör nə qədər Allah bu işə dəyər verib, əzəmət verib. Qurban Bayramında hər birimizin zehninə gələn ilk əməl, ibadət qurban kəsməkdir. Hər il bununla bağlı çoxlu suallar olur qurban kəsməyin barəsində. Qurban necə kəsilməlidir, hansı heyvanlardan kəsilməlidir? Mən qısa vaxt tutmadan bir neçə mühüm hər il verilən sualları istəyirəm cavablandırım. Əvvəl budur ki, hər bir müsəlman ki, həcc ziyarətinə gedib, orada ona bir dənə kamil qurban kəsmək vacibdir. Hacılarımız ki, həccə getdi, inşallah gələn il ki, siz həccə gedəcəksiniz, bir dənə qurban, bir heyvan kəsmək hər fərdə vacibdir. Lakin həccdə olmayan insanlar, dünyanın hər harasındakı müsəlmanlar olsa, təkidi müstəhəbbidir. Çox tapşırılıb ki, İnsanlar yaşadığı məmləkətdə də qurban kəssinlər ta ehtiyaclılar o qurbanın ətindən bugün doyunca yesinlər. İnşallah cümədə ətraflı danışarıq barəsində, yardımlaşmağın barəsində. Əziz Peyğəmbərimizdən, məsumlardan hədis gəlir ki,
Qurban bayramında ehtiyaclılara o qədər ət verin ki, onlar ət yeməkdən doysunlar o günü. Yəni, layiqli vermək lazımdır. Danışarıq inşallah barəsində. Hansı heyvanlardan kəsilməlidir qurban? Qurban kəsilməlidir qoyun, keçi, inək, öküz və dəvə. Quranda bunun dəlili var, bəziləri var da çıxıblar, ancaq Qurandan dəlil istəyirlər. Quran-ı Kərimdə Həd surəsinin 28-ci, 34-cü ayələrində Allah mütəal buyurur, qurban kəsin ənam deyə bir kəlmə gətirir. Ənam ev heyvanları deməkdir ərəb dilində. Amma ənam hansı ev heyvanlarıdır? Bütün ev heyvanları ənam hesab olunur. Allah mütəal Ənam surəsinin 143-144-cü ayəsində gəlir ənamı bir-bir sayır bizi için. Bu 5 heyvan adını sayır. Deyir, bu 5 heyvan ənamdır. Bəzən bizim xalqımızda keçmişdən, qədimdən bir şey formalaşıb, bir qurban bayramı günü bir toyuq da, xoruz da olsa kəsin, qan çıxardın. Belə bir şey yoxdur. Yəni, o qurban hesab olunmaz. İndi adam kəsər, bişirər, yiyər, öz işidir. Amma qurban kəsmək bu 5 heyvandan icazəlidir. Nə cür heyvan olmalıdır? Heyvan sağlam olmalıdır, heyvan qüsursuz olmalıdır, heyvan xəstə olmamalıdır və bu kəsilən heyvanlarda yaş həddi, əgər dəvə kəsiləcəksə bir nəfər 5 yaşı tamam olub keçməlidir 6-ya. Əgər inək, buzov, öküz, keçi kəsiləcəksə 2 yaşı tamam olmalıdır. Əgər qoyun kəsiləcək, quzu kəsiləcəksə, onun da 7 aylığı tamam olmalıdır. Bu şərtlər qurbanın kəsilməsində şərtdir. Lakin bu dediyim şərtlər vacib qurbanda, həcdə kəsilən qurbanda vacib şərtlərdir. Burada kəsdiyimiz şey müstəhəb qurbandır. Ona görə bu şərtlərdən birdən kənar da olsa heyvan eybi yoxdur. Misal üçün 6 aylıq quzudur, amma baxırsan ki, elə məsələn, yaxşı bəslənilib, elə baxanda görürsən ki, layiqli bir quzudur, eybi yoxdur, kəsmək olar. Onun da bir problemi olmaz. Bir sualda ən çox verilən sualdır, heyvan mütləq erkək heyvan olmalıdır, xeyr. Bəzən insanları bu şey çaşdırıb ki, Quran-ı Kərimdə ayə gəlir ki, biz İsmailin əvəzinə bir dənə qoç göndərdik. İnsanların zehnində belə bir şey formalaşıb ki, qoç Allah göndəribsə, mütləq bizdə erkək heyvan kəsməliyik, qoç kəsməliyik, xeyr. İslamda, qurban kəsimində heyvanın erkək və ya dişi olmasının heç bir fərqi yoxdur. Heç bir fərqi yoxdur. Hər ikisindən kəsmək olar. Şərikli halda qurban kəsmək olar, bəli. Burada, vətənimizdə kəsdiyimiz qurbanları. Şərik ola bilər, bir neçə adam cəm olar, bir heyvan alar, şərikə kəsilər. Hətta daha çox tövsiyə olunub ki, bir zamanda ki, heyvan qıtdığıdır və yaxud heyvan çox bahadır, o zamanda deyiblər ki, elə şərik olun. Məsələn, az da heyvanın nəsli kəsilir, belə deyək, o zaman deyiblər, eyb yoxdur, 5 nəfər yığılsın, bir heyvan alıb kəssin. Bəzi hallarda bu İslam ayinlərinə qarşı xüsusi bir hücum bəzi insanlar tərəfindən yaradılıb. Qurban bayramı günü heyvanların, nə bilim, soyqırımıdır, filandır. Bəşərdə o qədər günahsız insanların soyqırımı olur. Heç bunlar ona, məsələn, bir dəfə fikir də bildirmirlər. Görürsən ki, heyvanların dərdini çəkirlər. Bəli, Allah da bizə deyir ki, heyvanlarla mərhəmətlə rəftar edin. Amma onları Allah bəndələrinin bəslənməsi üçün, qidalanması üçün xəlq eləyib. Və İslam da deyir ki, bir yerdə, bir məmləkətdə ki, heyvan məsələn azalıb, deyir, eyb yoxdur. Kütləvi kəsməmək üçün neçə nəfər şərik olub bir yerdə heyvanı kəsə bilərlər. Qurban yalnız Qurban bayramı günü kəsilməlidir? Xeyr. Bugün Qurban bayramı günüdür. Bugündən başlayaraq 3 gün ardıcıl vətənimizdə qurban kəsməyə dinimiz icazə verir. Bugün, sabah birisi gün. Məkkədə
4 gün icazə verir. Bugün, sabah, birisi gün və altdakı gün. 4 gün orada qurban kəsməyə icazə verilir. Hansı gün daha yaxşıdır? Bu sualı da verirlər. Ehtiyat-ı müstəhəb budur ki, qurbanın ilk günü kəsilsin. O günkü qurbandır, o gün kəs. Ehtiyat-ı müstəhəbdir bu. Biraz savabını daha artıq eləyər. Amma sabah kəsməyində, bir gün kəsməyində heç bir nöqsan, eybi yoxdur. Heyvan necə kəsilməlidir? Odur ki, şəriət bizə vacib bilib heyvanın kəsilməsinin üzü qibləyə bismillah deyilərək, müsəlman kəsməklə və dəmir, polad bıçaqla kəsilməsi və iti bıçaqla kəsilməsi bunlar şərtdir. Bunu xüsusi qeyd edeyim mən. Bəzi bıçaqlar var günümüzdə, onlar dəmir metaldan deyil, xüsusi daşlardan hazırlanıb, çox da iti bıçaqlardır. Bəzi alimlərimiz o bıçaqlarla heyvanların kəsilməsini icazəli bilmir. Mütləq nədir? Şərt dəmir olmalıdır. Şüşə ilə də kəsməyə icazə verilmir. Dəmirdən hazırlanmış bıçaqlarla heyvan kəsilməlidir. Bütün vaxtlarda və xüsusilə də qurbanda bu şərtlər daxildir. Mütləq qurban duası oxunmalıdır, xeyr. Düzdür, müstəhəbli bir duası var qurbanın. Amma elə Bismillah, Allah-u Ekber də deyib qurbanı kəsmək kifayətdir. Qədimdən var idi, məsələn, gətirərdilər, bıçağa dua oxutdurardılar, qəndə dua oxutdurardılar. İndi bir eybi yoxdur, amma xüsusi də bir şərt deyil. Yəni, bu olmasa qurban qəbul deyil, belə bir şərt də yoxumuzdur. Qurbanı necə bölüşdürməliyik? Bu da çox olunan suallardandır. Qurbanın bölünmə qaydası İslam dinində deyirlər, o qurban ki, kəsdin bir dənə heyvan və yaxud 3 nəfər, 5 nəfər şərik oldular, bir heyvanı kəsdilər, sənin payva nə düşdü? Onu 3 hissəyə ayır. Bir hissəsi İslam deyir ki, ailəvə aiddir, ailövün qidasıdır. Apar qoy evində balalarından yekinə. Bir hissəsi qohumlara və dostlara aiddir. Onların kasıb olması şərt deyil. Bir qohumdur, imkanı da var, ona da verə bilərsən. Yəni, qurbanın bölgüsündə o ikinci 1/3-ə vacib deyil ki, mütləq kasıb olsun. Və kasıblar, bəli, o 3 hissəyə ki böldük, o 1/3 hissə yalnız və yalnız kasıblar üçündür. Ancaq ehtiyaclı insanlara verilməlidir o. Ola bilər ki, bir nəfər bir qurban kəssin, hamısını paylasın. Bəli, bu dediyimiz şərt icazəli olan şərtdir. Amma kimsə bu cür bir iş görsə də gözəl bir iş görüb. Həzrət Peyğəmbərimiz də bu cür edərdi. Həzrət Peyğəmbərimiz hədislərdə var, 2 qurban kəsərdi həmişə. Həmişə 2 qurban kəsərdi. Düzdür, hər fərd bir qurban kəsə bilər. 2 qurbanı deyirlər, kəsməyə ehtiyac yoxdur. Bir qurban kəsməlidir, hər fərd, ailəsi daxil, hamısı üçün birlikdə. Əziz Peyğəmbərimiz 2 qurban kəsərdi və buyurardı, Allahümə hazə ənni və əmmə ləm yüzəhmin əhli bəyti. Allahım, bu qurbanın biri mən və mənim ailəmin tərəfindən sən üçün kəsdim. Və azbəhəl əxər və qalə Allahümə hazə ənni və əmmən ləm yüzəhmin ümməti. İlahi, bu ikinci qurbanı da kəsdim öz tərəfimdən və ümmətimin o insanları tərəfindən ki, qurban kəsməyə gücləri çatmırdı. Əziz Peyğəmbərimizin nə qədər bizə mərhəməti var idi, şəfqəti var idi ki, bizim də əvəzimizdən qurban kəsərdi. Və o qurbanı əziz Peyğəmbər deyirlər, hamısını paylatdırardı. Özü bayram namazından qaydandan sonra bir tikə onun ətindən yeyərdi. Kimsə pişirərdisə, o da gedib onun ətindən bir tikə yeyərdi, təbərrük məqsədi ilə. Amma qalanını da insanlara paylayardılar. Allah and verək izzətinə, cəlalına, əzəmətinə bütün kəsilən qurbanları ali dərəcədə qəbul eləsin inşallah. Bismillahirrahmanirrahim. Qul huvallahu əhəd, Allahu səməd, ləm yəlid və ləm yuləd və ləm yəkulləhu kufuvan əhəd. Sədəqallahul əliyyül azim. Allah
اللهم صل على محمد وآل محمد. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد والصلاة لله رب العالمين والعاقبة للتقوى واليقين. الصلاة والسلام على أشرف الأنبياء والمرسلين حبيبنا وحبيب إله العالمين أبي القاسم محمد صلى الله عليه وآله وسلم وعلى أهل بيته طيبين الطاهرين المعصومين ولعنة الله على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. صدق الله العلي العظيم. İbadallah, usikum və nəfsi bi təqvallah. Bir daha özümü və sizləri ilahi təqvaya riayət eləməyə dəvət edirəm. Allah mütəal bizləri təqvalı yaşamaqda müvəffəq eləsin inşallah. Bu əzəmətli bayramda ki, biz qurban kəsirik, qurbanın nə üçün kəsirik, nə niyyətlə kəsirik, inşallah qismət olsa onu cümə xütbəsində danışarıq. Amma bu adət, bu sünnə hardan gəldi, hardan yarandı? Allahın ulil əzm peyğəmbərlərindən Xəlilullah Həzrət İbrahim əleyhissalam qocalmışdı. Artıq yaşlı vaxtları idi. Evladı da olmurdu Həzrət İbrahim əleyhissalam. Allah ona bir evlad bəxş edib, adı İsmaildir. İsmail adında bir evlad bəxş edib Allah ona. Artıq İsmail əleyhissalam gəlib bir yaşa çatıb ki, artıq ataya dayaq olan vaxtıdır, yetkinlik dövrüdür. Atasına bundan sonra kömək eləyəcək vaxtıdır. Həzrət İbrahim əleyhissalam yuxuda görür ki, ya İbrahim, apar İsmaili qurbancahda, Allah yolunda qurban kəs. Həzrət İbrahim əleyhissalam neçə dənə imtihan olunub? Malı ilə imtihan olunub, canı ilə imtihan olunub, oda atıblar onu, uzaq çıxıb bütün imtihanlardan. Allah mütəallidir ki, yox. Kişilər böyüdükcə onların imtihanları da böyüməlidir. Sən Həzrət İbrahimsən, sən Xəlilullahsan, səni Allah bəşərdə özünə dost seçib. Sənin imtihanın adi insanların imtihanı kimi olmayacaq. Apar yeganə göz bəbəyin, yeganə evladın İsmaili indi Allah yolunda qurban kəs. Bu ağır imtihan budur. Bəzən Allah bu cür də imtihan eləyər bəndəsini. Həzrət İbrahim əleyhissalam ayıldı yuxudan. Dedi, bir yuxudur yəqin. İkinci səfərdə bu yuxunu gördü. Üçüncü səfərdə bu yuxunu gördü. Eyni yuxunu gördü. Gəldi oğlunun yanına. İsmailin yanına. Dedi, inni ərə fi mənam, inni əzbəhəkə fənduru mazat tərə. Dedi, oğlum, məni yuxuda deyilib ki, mən səni qurban kəsim. Sən bu işə necə baxırsan? Baxın, bir dənə yeni yetmədi İsmail, amma baxışlarına baxın. Dərrakəsinə, fəhminə, düşüncəsinə baxın. Ya əbəti, əfəl ma tu'mər. Atacan, o şey ki, sənə əmr olunub yerinə yetir. Həzrət İbrahim nə deyir? Deyir, oğlum, yuxuda mənə deyilən. Yuxuda deyiblər mənə. Oğul buradan nə çıxarış edir? Deyir, əfəl ma tu'mər. Ata, bu elə belə yuxudur. Bu əmrdir, əmri ilahidir. O şey ki, sənə əmr olunub yerinə yetir. Artıq çıxarış elədi ki, bu ilahi əmrdir. Bundan çıxmaq olmaz. Atacan, amma bir neçə şərtim var səndən. Oğlum, şərtlərin nədir? Ata, məni ki aparacaqsan qurbancaha, birinci işim bu olsun, qurbancahda məni ki yatışdıracaqsan başımı kəsmək üçün, əlimi, ayağımı möhkəm bağla. Birdən çapalayaram, can şirindir də, birdən çapalayaram, savabım azalar. Əlimi, ayağımı möhkəm bağla. Atacan, ikinci budur, o paltarlarım ki qana bulaşacaq, onlara apar ver anama, amma deyilən səbirli olsun. Səbr eləməlidir. Bir dənə bəşərə dərs keçir Həzrət İsmail o yaşında. Atacan, məni kəsərkən üzümü yerə tərəf qoy. Birdən üzüm yuxarı olar, gözüm gözvə sataşar, atalıq mərhəmətin cuşə gələr, əlün əsər, savabın azalar. Üzümü aşağı tut ki, gözüm gözvə gəlməsin. Bir dənə dərsdir bu, Həzrət İsmail. Vaxtımız olaydı bunun hərəsinin barəsində insan danışıydı.
Bir neçə şərtlər deyəndən sonra Həzrət İsmail ata aparır. Mən qısa deyirəm bunları. Şeytan yolda Həzrət İbrahimi vəsvəsə eləyir. Bir insan simasında gəlir. Hara aparırsan bunu? Ne üçün aparırsan bunu? Bu sənin o evladındır. Həzrət İbrahim əleyhissalam başa düşür ki, bu şeytan da ona daşı götürür, atır, lənətləyir. Ondan sonra görür ki, İbrahimə təsir edə bilmədi, gedir İsmailin yanına şeytan. Deyir, aton kəsəcək başı, qaç. O da daşlayır onu. Ondan gedir anasının yanına, Hacərin yanına. Deyir, oğlumu kəsməyə aparır. Sən buna mane ol günən, anasan. Ana da daşlayır onu. Bugünkü hacılar 3 dənə gedib o cəməratı daşlayacaqlar. Simvolikdir də. Bəzən görürsən ona bir ateistlər falan irad bildirirlər. Bu bir simvoliyadır. Biz o işi icra eləmək üçün bir daş qurulub, mücəssəm, biz onu daşlayırıq. Onun da öz mənası var, inşallah danışaraq barəsində. Üçü də daşlayırlar. Üçü də imtihandan uzaq keçirlər. Baxır bu sözlərdən sonra Həzrət İbrahim İsmailə deyir, Niməl avun əntə ələ əmrillah Teala ya bunayya. Oğlum, nə gözəl evladsan ilahi əmrləri icra eləməkdə. Gərək ailələr bu cür olsun. İbadı məsələlərdə bir-birinə dəstək olsun. Evin kişisi misal sədəqə vermək istəyəndə xanımı ona mane olmasın ki, bizim öz ehtiyaclarımız da var. Bir ziyarətə gedmək istəyəndə ona mane olmasın. Evinin zəkatın xumsunu çıxartmaq istəyəndə mane olmasın, bir-birinə dəstək olsunlar. Bir-birinə dəstək olanda gəlib insanlar Həzrət İbrahim, İsmail, Hacər olurlar. Yoxsa hamımız dünyadan gedərik, malımız da gedər, sərvətimiz də gedər. Ardıca burada ilahi inləm turhamni لِشُؤْمِ ذَنْبِ فَرْحَمْ هَذَا الثَّغِيرِ الَّذِي لَا ذَنْبَ لَهُ. İlahi, indi ki mənə rəhm eləmirsən, mən bir qoca kişiyəm, heç olmasa bu günahsız evladıma rəhm elə. Yerinə yetirir, amma atalıq hissi Allahdan dua eləməyə onu məcbur edir. Ki, Allah bəlkə rəhm eləyəsən. Həzə vələdi və zurriyyəti qəlbi və qurrətə əyni. İlahi, bu mənim evladımdır, bu mənim qəlbimdir, bu mənim canımın bir parçasıdır. Asan düş deyil mən bunu sənin yolunda fəda edeyim. Ardıca bismillah və billah, Allah əkbər dedi. O bıçaq ki itləmişdi, çəkdi o bıçağı, Həzrət İsmailin başı kəsilmədi. Özü təəccüb elədi. Özü təəccüb elədi, ondan sonra yazırlar. Qədimdən bu söz deyilir ki, söndü bir daşa vurdu o bıçağını yoxlamaq üçün, gördü daşı kəsdi. O qədər iti idi. Təzədən qoydu İsmailin boğazına kəsmədi. Hətta bu cür deyirlər, Əl-Xəlilu yə'muruni vəl-cəluli yənhani. Bir səda gəldi İbrahimin qulağına, bıçaqdan. Dedi, axı, indi mən necə eləyim? Xəlil, yəni Xəlilullah, Həzrət İbrahim. Xəlil əmr eləyir, kəs. Amma Cəlil, Allah mütəal, nəhy edir, kəsmə. Allah icazə vermir bıçağa. Necə o da icazə vermədi yandırmağa, bıçağa da icazə vermir kəsməyə. Mən necə eləyim onda? Bu zaman nida gəldi. Ya İbrahim, qəd səddəqdə rü'ya. İnnəkə zəlikə nəczil muhsinin. Ya İbrahim, sən yuxuva əməl elədin. Sən yerinə yetirdin, əhdivi yerinə yetirdin. Biz qəbul elədik artıq səndən. Və fədəynahu bizibhin azim. Biz sənə İsmailin əvəzində böyük qurban bəxş elədik. Allah bir dənə qoç göndərdi, dedi, bu qoçu kəs, bu bir sünnət olsun qiyamətə qədər müsəlmanların içində. Amma tarixdə bir başqa hadisə var. Tarixdə bir başqa hadisə var. Həzrət İmam Hüseyn əleyhissalam Əli Əkbəri aparır meydana. Həzrət İmam Hüseyn əleyhissalam da Allaha tanıtdırır, mərifə eləyir. Necə Həzrət İbrahim deyirdi, bu mənim qəlbimin nurudur. Həzrət Əli Əkbər İmam Hüseyn ağa dedi ki, Allah şahid ol,
Bu bir şəxsiyyəti mən meydana göndərirəm ki, xəlqən, xulqən və məntiqən eyni Peyğəmbərdir. Danışığı eyni Peyğəmbərdir, əxlaqı eyni Peyğəmbərdir, siması eyni Peyğəmbərdir. Mən bunu göndərirəm Allah. Göndərdi meydana. Və bir meydana göndərdi ki, qayıtışı yox idi. Çünki ondan öncəkiləri də göndərirdi və qayıtışlar yox idi. Alimlər deyirlər ki, Allah İsmailin əvəzində dedi ki, biz böyük qurbanla onu əvəz elədik. Böyük qurbanla. Allah nə göndərdi? Bir dənə qoç. Əzizlərim, bir qoç, bir Peyğəmbərin müqabilində böyük ola bilər. Adam bir şeylə müqayisə eləyəndə onun mislindən üstünü ilə müqayisə eləməlidir. Allah da deyir ki, biz onu böyük qurbanla əvəz elədik. O qoçu göndərdi, Allah simvolik idi. Bir şey kəsməlisən də, ya İbrahim, kəs bunu. Amma böyük qurbanla əvəz eləmişik, yəni, ya İbrahim, sən imtihandan keçdin, səndən qəbul elədik. Amma bu imtihanın əslini verəcək şəxs sonuncu Peyğəmbər, İslam Peyğəmbəridir. O, oğlu Hüseyin ibn Əliyini, əleyhissalamı qurban verəcək. Biz əvəz elədik, onunla əvəz eləmişik. Biz İsmailin əvəzində Hüseyni alacaq. Və böyük qurban oldu. Ən əzəmətli qurban oldu. Və o şəxsiyyət ki, bu günlər çıxdı Məkkədən, üzü Kərbəla səmtinə, ta 20 gündən sonra gələ yetişə Kərbəlaya, müsibətlər diyarına, Allaha and verək izzətinə, cəlalına, əzəmətinə. Allah müteala hər birimizə həyatımızda Həzrət İsmaillərdən, Həzrət İbrahimlərdən, Həzrət İmam Hüseyin əleyhissalamın ardıcıllarından olmağı bizlərə nəsib eləsin inşallah. Kəsilən qurbanları, edilən duaları hər birimizdən ali dərəcədə qəbul eləsin və bu bayramı xalqımıza, millətimizə, İslam ümmətinə mübarək qərar versin inşallah. Bismillahirrahmanirrahim. İzə cəə nəsrullahi vəl-fəth və rəaytən nəsə yədxulunə fi dinillahi əffacə fəsəbbih və həmd rabbikə və estəğfiruhu innəhu kənə təvvaba. Sadaqallahul aliyyul azim.